Hər kəsə salam. Nəhayət vaxt gəldi, yetişdi. Hansı vaxt deyəcəksiniz Zöhrə xanım? Səyahət vaxtı. Dostlar, bəli, artıq çamadanlarımı yığdım. İndi isə vaxt gəlib çatdı qida əlavələri qablaşmamı vitamin və minerallarla doldurmağa. İlk məhsul əlbəttə ki, Siberian Wellness-də məni mədə yara və xorasından 100% tam şəkildə azad edən beta-karotin çay tikanı yağıdır ki, profilaktik olaraq hər gün qəbul edirəm. Bu mənim qurtarıcı bir məhsulumdur. Yəni bu məhsulu mən çox sevirəm və mütləq hər gün bir kapsuldan da olsa qəbul edirəm. İkinci məhsul hansıdır? Sink mineralıdır. Gördüyünüz kimi artıq qablaşmada da bitir. Yenə də bu məhsuldan da özümlə aparıram səyahətə. Sink mineralının insan orqanizminə faydası çoxdur. Daha sonra hansı məhsul? Əlbəttə ki, Navamin. Navamin immunitetimizi artıracaq, xəstələnməyə bizi qoymayacaq. Çünki başqa bir ölkəyə səyahət edirik. Orada xəstələnə bilərik hava dəyişkənliyi ilə bağlı. Bu olmasın deyə mütləq şəkildə özümdən Navamin kapsullarını da götürürəm. Bu hansı məhsuldur? Ritm Zdarovya. Ritm Zdarovya məhsulunu xatırladım ki, bu qablaşmaya əlavə hərəsindən 6 ədəd də qoydum video çəkəndən sonra. Çünki boş yerlər var idi və onu məhz Ritm Zdarovya ilə doldurdum. Çünki Ritm Zdarovyanın səhər kapsullarının içində vitaminlərdir. Bizə çox ehtiyacımız var orada. Çünki biz gün ərzində gəzəcəyik, ölkəni kəşf edəcəyik, təlimlərə, tədbirlərə qatılacağıq və bizə enerji lazımdır. Bunu hardan biz toplamalıyıq? Əlbəttə ki, Ritm Zdarovyanın səhər formulundan, bir də axşam formulu var. Bu məhsulun tərkibində isə axşam formulunda minerallardır, hansı ki, beynimizi sakitləşdirəcək, əsəb sinir sistemini sakitləşdirəcək, rahat yatacağıq və gümrah oyanacağıq. Bu məhsulları da bax belə yerləşdirdim və vaxt gəldi çatdı. Nəyə? Hansı məhsula? Əlbəttə ki, Galeron kapsuluna. Galeron kapsulunu son zamanlar çox sevirəm. Vitamin C ilə birlikdədir bu məhsul və onu da öz qida əlavələri qablaşmama bax bu şəkildə yerləşdirirəm. Çox şükürlər olsun ki, mən artıq sağlam həyat tərzi yaşayıram. Hər gün qida əlavələri qəbul edirəm. Sizə də bir ideya olar deyə bu videonu çəkdim, paylaşdım. Sağ-salamat gedib, sağ-salamat gələk.